Deməli, biz bilirik ki, ilə sözü bağlayıcı və qoşma kimi iki köməkçi ilk səs kimi çıxış edə bilər. Biz bunları orta məktəb dərsliklərində fərqləndirərkən öyrənirik ki, əgər cümlə daxilində ilə və ilə əvəzlənərsə, bağlayıcıdır. Əvəzlənməzsə bu zaman qoşmadır. Cümləyə baxaq. Babamla mən kəndə getdim. Burada deyə bilərəm babam və mən kəndə getdim. Amma gəlin görək buradakı la bağlayıcıdır yoxsa qoşmadır? Əgər bağlayıcıdırsa, həmciz üzvləri bir-birinə bağlayır. Getdim. Kim? Mən. Getdim. Kim? Babam deyə bilərikmi? Əlbəttə xeyr. Çünki bu həmciz üzvləri bir-birinə bağlayan bağlayıcı deyil. Əgər bağlayıcı iki şəxsi bir-birinə bağlayıbsa, bu zaman həmin cümlənin xəbəri cəmdə olmalıdır. Burada isə getdim dedikdə yalnız birinci şəxsə mənə məxsusdur. Deməli, babam ilə mən kəndə getdim. Mən kim ilə getdim? Babamla. Ayrıca bir tamamlıqdır. Digər cümləmizdə getdik. Kim? Babamla mən. Burada isə hər iki şəxs, deməli, hər iki şəxs bir-birinə bağlayan bağlayıcı işlənmişdir. Çünki babamla mən biz anlamına gəlir. Biz getdik. Yəni cümlənin xəbəri cəmdə işlənmiş olmalıdır. Babam və mən kəndə getdik. Cümlənin xəbəri cəmdə olduğu üçün buradakı lalə bağlayıcıdır. İlk cümləmizdəki ilə isə qoşma hesab olunacaq.